Dostlar, bu videoda sizə insan bədəninin və beyninin işləmə mexanizmini izah edəcəm. Diqqətlə qulaq asın, çox vacib bir məlumatdır. Belə bir şəxs çəkmişəm, indi üzrlə hesab edin. İnsan çəkmək çətin məsələdir, mən də rəssam olmadığıma görə. Amma hobbimdir. Deməli, insan bədəni, əvvəlcə insanın fiziologiyasından danışırıq. Fiziologiya. Əslində, beyin də fiziologiyasından danışacaq. Bədən. Bədənin qidası. 3 dənə qidası var, bir də idmanı. Çox vacibdir. Bizim sağlam bədənimizin olması üçün, yəni sağlamlığımız çox vacibdir, bilirsiniz. Sağlam bədənə sahib olması üçün normal qidalanmalı və idman eləməliyik. Qidalanmaq lazımdır. Qida dediyimiz nədir? Yemək, bədəni qidalandıran. Birinci yemək, ikinci bol su içmək, üçüncü yuxu. Baxın, çox vacibdir. Yuxu, su, yemək. Hətta deyərdim ki, birinci su, sonra yuxu, sonra yemək. Üçü də vacibdir. Yəni bu yemək fiziki enerji verir. Su, maddələr mübadiləsi falan bir çox şeydə işə yarayır. Çox vacib həyat elementdir və yuxu. Yuxu da olmasa birisi də insan beyni ümumiyyətcə yuxuda aktiv fəaliyyətə başlayır. Yəni gün ərzində qəbul olunmuş informasiyaları yatmasanız, o beynin informasiyaları qəbul eləyir, amma onları da bir yerləşdirmək lazımdır, emal eləmək lazımdır, analiz eləmək lazımdır, qalıcı müvəqqəti yaddaşdan qalıcı yaddaşı ötürmək lazımdır. Yəni siz yaxşı, sağlam həyatınız olması üçün yuxu çox vacib. Bu beynin, bədənin qidasıdır. Yemək, su, yuxu. İdmanı nədir? Müxtəlif idman hərəkətləri. İndi burada məsəl üçün gəzinti ola bilər, yəni yüngül aerobik hərəkətlər ola bilər, kimisi trenajora gedər və yaxud da ki, müxtəlif idman növləri ilə məşğul olar. İdman da nəyə görə vacibdir? Bədənimizin fiziki cəhətdən enerjili olması üçün, əzələlərimizin güclü olması üçün. Bütün bunları, yəni bədənimizin qidası nədir? Yemək, su, yuxu. Bədənimizin idmanı nədir? Bizə enerji verməsi üçün, güclü əzələlərimizin olması üçün, gümrah olmağımız üçün. Müxtəlif idman növləri, trenajor, ən azından açıq havada gəzinti bizim bədənimizi, fiziologiyamızı qidalandırır və bizi gücləndirir. Bunlar çox vacibdir. İndi keçirik ikinci hissəyə. Beynimizin qidasından və idmanından danışıq. Dostlar, beynin qidası, yəni bədəni, orqanizmi, insanı idarə edən beyindir, düzdürmü? Orqanizmimizi, yəni insan iki hissədən ibarətdir. Baş beyin, bir də onur, daha doğrusu gövdə. Birinci hissədə danışdıq. Qidalanmalıdır və idmanla məşğul olmalıdır. Qidalanması üçün normal, sağlam yeməlidir, bol su içməlidir və yatmalıdır, yuxu. İkincisi də ki, idman, müxtəlif idman hərəkətləri enerjik olmaq üçün. Beynimizin, bura ruhumuzun da yaza bilərik. Ruh, psixologiya, mənəviyyat, daxili aləmdə belə deyək. Onun qidası və idmanı nədir? Çünki bədənimizi fiziki cəhətdən qidalandırırıq. Gözlə görünənə inanırıq da, təəssüf ki. Yəni, yemək yeməliyik, yoxsa acından ölərək, su içməliyik, susuzluqdan ölə bilərsiniz. Yatmaq mütləq yuxunuz normal olmalıdır, bədəniniz istirahət eləməlidir. Yəni, bir neçə həftə yuxusuz qalın, görün nə günə düşürsünüz. İndi təəssüf ki, beynimizə eyni şeyi eləmirik. Beynimizi də qidalandırmaq və idman elətdirmək lazımdır ki, sağlam beynimiz olsun. Beynimizin, ruhumuzun qidası, dostlar, ədəbiyyatdır. Ədəbiyyat. Ədəbiyyat dediyim burada bədii əsər oxumaqdan söhbət gedir. Bədii əsər oxumaq. Üçüncü qrup uşaqları deməsini bütün gün ədəbiyyatla məşğul olun. Siz ədəbi nəzəriyyə ilə falan imtahanlara hazırlaşın. O ədəbiyyat deyil. Ədəbiyyat bədii əsər oxumaq, klassik əsərlər oxumaq. Azərbaycan klassikası, dünya klassikası, bədii əsər oxumaq. 7 saniyəlik, 10 saniyəlik Reels dövründə yaşayırsınız, dostlar. Bədii əsər oxumadan sizin beyniniz və ruhunuz qidalanmayacaq. Tutaq ki, bunu elədiniz, qidalandırdınız. İndi beyninizə enerji vermək lazım. Baxın, güclü beyin əzəllərinizin, neyronlarınızın da olması üçün birinci budur ama, qida. Sonra beynin idmanı nədir? Riyaziyyat. Beynin idmanı nədir? Riyaziyyat. Bədii əsər oxumaq niyə görə çox vacibdir? Xüsusən riyaziyyatda uşaqlar, ümumiyyətcə birinci elə şagirdlər var ki, məsələnin üzündən oxuya bilmir. Misal demirəm, o məsələlər olur. Məsəl üçün, nə bilim, kater axın ilə bu qədər sağda bu qədər yol getdi, axına qarşı sürətini tapın, çayın sürətini. Birincisi, üzündən oxumayan şagirdlər var, oxumağı bacarmır, intonasiyanı oxumağı bacarmırlar. Onlar üçün çox vacibdir, həyati dərəcədə vacibdir bədii əsər oxumaq. Hekayə, roman, klassik ədəbiyyat, Azərbaycan və dünya ədəbiyyatı. İkinci, siz tutaq ki, hər hansı bir əsərin, məsəl üçün, tutaq ki, Səfirlər əsərində biraz böyük əsər oldu, hər hansı bir əsərin kinosu da var, kitabı da var. Beyin tənbəlliyindən, beyin tənbəlliyə fokuslanır, kodlanır. Çünki beyin enerjisini qorumağa çalışır. Deyək, kinoya baxın.
Kinoya baxanda rejissorun sən orada təsvir eləyib də insanlar necə geyinib, harda çəkilib falan hamısını sizə gözlə görsənir. Görsel olaraq, vizual olaraq sizə göstərib onu. Sizin beyniniz hər hansı bir vizuallaşdırma aparmır, tənbəlləşir. Amma siz bədii əsəri oxuyanda həmin hadisələrdən, məsəl üçün Mirzə Fətəli Axundovun Misya Jordan əsəri, əsərin adı tam yadımda deyil. Tutaq ki, orada Misya Jordan həm şeyə daxil oldu, zala daxil oldu, ayaqqabısını belə çıxartdı, belə oxudu, belə oynadı, yeməyi belə yedi, kebabı belə dişlədi. Bunların hamısı siz bədii əsəri oxuyanda gözünüzdə beyniniz vizual olaraq onu canlandıracaq. Yəni beyniniz, təxəyyülünüz inkişaf eləyəcək, vizuallaşdırma bacarığınız inkişaf eləyəcək. Vizuallaşdırma bacarığınız inkişaf eləyəndə və oxuduğunu anlama, eyni zamanda bədii əsər oxuduğunu anlamanı, yəni qavramanı inkişaf elətdirəcək. Qavramanız inkişaf elədisə, vizuallaşma, yəni beyniniz oxuduğu hadisəni canlandıra bilirsə, artıq sizin riyaziyyatda, həndəsədə çox ciddi bir probleminiz ortadan qalxmış olacaq, əngəliniz ortadan qalxmış olacaq. Ona görə birinci ədəbiyyat, bədii əsər, riyaziyyatda yaxşı olmaq istəyirsinizsə, bədii əsər oxumalısınız. Hekayə, roman, klassik ədəbiyyat. Yaxşı mı dostlar? Bədənimizi dedik ki, bir çox insan buna fikir verir, bədəni qidalandırır. Bədənin qidası nədir? Təkrarlayırıq, müəllimlərin peşə xəstəliyi. Qida, idman. Bir neçə dəfə dönə-dönə deyirik bunu. Niyə? Çünki şagirdlərin başa düşməsi üçün məcburuq bunu eləməyə. Məcburuq deyəndə bu zülm zillət kimi də çıxmasın. Bir insan yəni bir şeyi şagirdə dönə-dönə təkrarlamağı, izah eləməyi, fərqli yollarla izah eləməyi sevmirsə, zaten müəllimlik ona çox çətin bir zülm zillət kimi bir peşədir də, yəni onu sevməlisiniz təbii ki. Bədənin qidası nə oldu? Yemək, yuxu, su. YYS. Ye, yat, su iç. İdmandakı müxtəlif idman hərəkətləri və ya peşəkar idmanla məşğul olmaq. Güləş, boks, kimboks falan, karate. Bu bədən. Bunu eləyirsiniz. Bir çoxunuz bunu eləmir. Xüsusilə Z kuşağı sizə deyirəm, sizi tənqid eləmirəm. Amma təəssüf ki, bir çoxunuzda bu var. Bədii əsər oxumursunuz. Xüsusən 11-ci siniflərin, bilmirəm, statistikasını aparmamışam. Yəni, tutaq ki, bu il 130 min falan abituriyent var idi da, 100 mindən yuxarı idi. Onların bəlkə də çox, yenə deyirəm, dəqiq bilmirəm, 70-80% indiyə qədər bir 200-300-400 səhifəli bir əsər oxumayıblar indiyə qədər. Günahı kimdədirmi? Ən son günahkarı sizsiniz. Amma ən azından bu video qarşınıza çıxıbsa, qulaq asırsınızsa, bədii əsər oxuyun. Xüsusən aşağı siniflər, 8, 9, 10. Əslində, lap aşağıdan başlamaq lazımdır. Hər dövrün, hər yaşın öz kitabları var da, oxumaq lazım. Beyninizə baxın, riyaziyyat deyil, birinci budur, ədəbiyyat. Birinci deməli, yemək yediniz, yatdınız, su içdiniz, idmanla məşğul oldunuz, əla. Sonra keçdiniz, beynimizin, ruhumuzun, mənəviyyatımızın qidaya ehtiyacı var. Nə etməlisiniz? Ədəbiyyat, bədii əsər oxumalısınız. Müxtəlif başqa şeylər də əlavə etmək olar. Sadəcə mənim gördüyüm, mənim düşüncəmə görə ən vacib budur. Sonra idman etdirməlisiniz. İdman da nədir? Riyaziyyat. Amma bu olmadan riyaziyyatınız, təsəvvürünüz, məntiqi mühakiməniz, vizuallaşdırma, təxəyyül, qavramanız olmadan sizin riyaziyyatınızda ciddi bir fayda olmayacaq. İndi deyə bilərsiniz, müəllim, riyaziyyat beynin idmanıdır, mən idmanla məşğul olmaq istəmirəm. Dostlar, yəni idmanı sevmirəm. Yəni həyatımda da fiziki idmanı sevmirəm. Bu artıq seçim sizindir, yəni həyat sizindir. İstəyirsiniz idmanla məşğul olarsınız, riyaziyyatla məşğul olarsınız, enerjik olar həm bədəniniz, həm beyniniz, analiz qabiliyyətiniz yüksələr, bədəniniz fiziki cəhətdən gümrah olar, sağlam olar, beyniniz sağlam olar, ədəbiyyat əsər oxuyarsınız, qavrama bacarığınız yüksələr. Eləməzsiniz, bunların heç biri olmayacaq, güclü olmayacaqsınız. Yəni, təbii ki, eləyib eləməmək sizin öz seçiminizdir. Və burada unutmayaq ki, həyat sadəcə seçimlərdən ibarətdir. Və bir şey də qeyd eləmək istəyirəm, xüsusən buradan analara səslənirəm. Nəyə görə analar? Əslində, atalar da aid təbii ki, nənə babalar da aid. Yəni, şagirdlə, övladla, insanla, uşaqla daha çox məşğul olan şəxs adətən bizim cəmiyyətdə və bir çox cəmiyyətlərdə belədir, analar. Ona görə. Tutaq ki, ola bilər ki, bəzi analar vardır, neçə faizli bilmirəm, ədəbiyyat oxumayıblar. Heç ömürlərində kitab əllərini almayıblar. Və ya riyaziyyatları da çox zəifdir, avtomat. Amma övladını yaxşı böyütmək istəyirsə, ona dərsdən kənarda da bir dəstək olmalıdır da. Həm də ki, məsələn, buradan valideynlərə səslənirəm. Özü kitab oxumayan insan, valideyn, övladından kitab oxumağı gözləmək absurd bir şeydir də, yəni heç doğru da deyil. Nəyə görə? O ingilislərin bir atalar sözü var. Deyəsən, onlar da Hindistanlılardan götürüblər. Nəysə də, atalar sözü deyir ki, deməli, valideynlərə, övladlarınızı dəyişdirməyə çalışmayın, özünüzü dəyişdirin. Çünki onlar onsuz da sizə oxşayacaqlar. Yəni, evdə kitab oxuyan bir
valideyn görməyən şagird, övlad, insan. Onda da kitab oxuma həvəsi birinci yaranmayacaq. Çünki valideyninə baxır, valideyn eləmir. Sonra tutaq ki, indi bədii əsər oxudunuz, başladınız eləməyə. Biraz da riyaziyyatla məşğul olun. Yəni xüsusən riyaziyyatı zəif olan indi insanlar var da. Belə yəni sizi tənqid eləmirəm, pis çıxmazsınız. Sadəcə valideyn bunu qəbul etmək lazımdır. Kifayət qədər valideynlər var ki, riyaziyyatı sıfırdır və ya sıfıra yaxındır. Biraz inkişaf elətdirmək lazımdır. Onun üçün də nə edirik? Biraz aşağı siniflərdən, ibtidai sinifdən, 5-ci sinifdən, 6-cı sinifdən özünüzü inkişaf elətdirin, müəyyən məsələlər eləyin. Bir dənə sadə bir məntiq kitabı alın. O məntiq kitabından başlayın biraz məntiq eləməyə. Yəni kitab oxuyacaqsınız, vizual dünyanız, qavrama qabiliyyətiniz və artacaq. Bu demək deyil, ancaq onlar analar oxumalıdır, o dediyim şəxslər kimsə olur. Xeyr, hər kəs oxumalıdır. Mən daxil, mən də oxuyuram, oxumağa da çalışıram. Yəni bunun bir sonu yoxdur. Ömrümüzün axırına qədər, yəni qavrama qabiliyyətinin, məntiqi mühakimə qabiliyyətinin, analiz qabiliyyətinin mən deyə bilmərəm ki, mən riyaziyyat müəllimiyəm, mən analiz qabiliyyətim əladır bir nömrədə, ehtiyac yoxdur bundan sonra inkişaf elətdirməyə. Qətiyyən elə deyil. Mən ölənə qədər özümü inkişaf elətdirməliyəm və hər bir insanda elə olmalıdır. Əgər elə olmayacaqsa inkişaf dayanacaq. İnkişaf dayananda yerində saymıram, mütləq ki azala-azala gedəcək. Yəni ona görə biz daim inkişaf eləməyə çalışmalıyıq. Amma burada da mükəmməliyyətçi olmamağa diqqət etməliyik. Biraz yəni riyazi məsələlər, məntiq falan kitab oxuyursunuz, paralel biraz riyaziyyatla da məşğul olursunuz. Yəni özünüzün anlama qabiliyyətimiz, analiz qabiliyyətimiz, məsələlərə baxış tərzimiz, məntiqi mühakimə tərzimiz, səbəb-nəticə əlaqələrin qurulması. İnandırım sizi ki, bunları eləyəndən sonra özgüvəniniz azdırsa çoxalacaq, çoxdursa daha da çoxalacaq. Həyata baxış tərziniz dəyişəcək. Yox, əgər düşünürsünüzsə ki, mən bunları bilirəm, mənim ehtiyacım yoxdur, zaten bu video sizin üçün deyil. Dislike eləyin, bu videonu keçin.